Cavabları deyim. Yəni 12-ci sualda səhvlik yox idi ki. İndi baxarıq, amma olmamalıdır. O biri qruplardan çünki işləmişik. 1-2 Bakı, 3 Dadaş, 4 C, 5 Bakı, 6 E, 7 Bakı, 8 A, 9 C, 10 Bakı, 11 C, 12 A, 13-14 Dadaş, 15 Bakı, 16 A, 17 Dadaş, 18 A, 19 Dadaş, 20 E. Mən müəllimə şərtim oldu. Tamam. Eşə müəllim. Məndə 1, 2, 3, 4, 5 dənə. Deyəcəkdim də dayanın, saymayın. Mən də pis yazdım. Sizdə neçə dənə? Çıxdı. 6-sı. Nə oldu ye? Baxaq Mənim görək. depressiya Deyin, depressiyaya girməyin də səhvlərimizə baxıb onu işləyəcək üzərində. Həmişə müəllimə sizin hazırladığınız sınaqlar çətin olur. Buyurun. Məndə 2. 2. Yəni olsun. Hə, Müəllim səsim gəlir. bəli. Hə, siz sualların sonunda 2025, 2024 Hə. yazmısınız. O nədir? O yazdıqlarım miqə düşən illəridir. Məsələn, bu ikinci sual miqə düşən sualdır. Hə, bildim. Yəni 2025-də miqə düşüb. Aha. Şövkət xanım, buyurun. Nə yazmısınız? Oxuyum mən. Mən Bəli. 3N yazdım. Bax, çox adamın keçən il etdiyi ən dəhşətli səhv. Niyə? Keçən il çox adam bunu belə elədi. Orada, məsələn, Kipling modelinə 4N, 1KH yazmayıb, qəsdən Kipling modeli yazıblar. Çox adam qeyb götürüb 3N. Niyə 3N? Burada mənə nə deyirsən, bildi, onlar aşağıdakı suala təqdim olur. Hazırladığın əşyalar kimlər üçün hazırlanıb ki? Əşyadan nə üçün istifadə edilib? Hazırlanacaq əşya üçün hansı materiallar? Yəni, mən şu ki, ilə bağlı suallar görürəm də, 3N-i necə götürə bilərəm? 3N-də kim, hansı, harada, bu kimi suallar ola bilməz. Ancaq n ilə başlayan suallar olmalıdır. 2 müəllimə belə bir şey var idi ki, siz video izahda deyirdiniz. Necə falan var idi. Bəli. Necə eləmək, məqsədə necə çatmaq falan. Aha. O tərəfdən düşünmüşdüm biraz. Hə, bax bizə burada açıq aydın deyir də, bildir, onlar aşağıdakı sualları təqdim edir. Hə, mən şu suallara köklənməliyəm. Hazırlanan əşya kimlər üçün nəzərdə tutulub? Kim üçün, ki üçündə nə gəzir? Yəni biraz diqqətli olsaq düz tapardıq. Getdik. 6-ya qədər var. 5. 5. Baxaq. Aha, ha, yenə mix sualı. Müəllim tədris ili sonunda şagirdlərin mövzunu nə qədər yaxşı mənimsədiyini ölçmək üçün test və yazılı imtahan təşkil edir. İmtahanda şagirdlərdən mövzunun əsas anlayışlarını, nəzəriyyələrini və praktiki tətbiqini göstərməsi tələb olunur. Müəllim həmçinin qiymətləndirmədən sonra ümumi nəticələrə əsasən təhlil aparır və gələcək dərs planlarını formalaşdırır. Bu qiymətləndirmə hansı məqsədlə istifadə olunur? Nə yazmısınız? Mən mövzuya görə elədim formativ deyim. Yəni Mövzu nə dərs yazmısınız? deməkdir. A yazmışdım. Hə, burada biz siz nə? Bax, tədris ili sonunda şagirdlərin mövzunu nə qədər yaxşı mənimsədiyini ölçmək. Sizə axı belə deyim, ipucu verib tədris ili sonunda. Sonra olsun, mövzu desin. Yəni zaten belə deyək də, o testlərin içindəkilər nə olur? Keçdiyimiz mövzular olmurmu? Yəni bölmənin sonunda, lap olsun tədris sonu fərqi yoxdur da, keçdiyimiz mövzulardan edirik də summativi. Hə, mövzunu nə qədər yaxşı mənimsədi ölçmək üçün. Desəydi ki, dərsin sonunda
mövzunu nə qədər yaxşı mənimsədiyini ölçmək desəydi, bax dərsin sonu. Bu olur refleksiya və formativ. Bu amma deyir açıq-aydın da tədris ili sonunda. Ölçmək üçün test və yazılı imtahan təşkil edir. İmtahanda şagirdlərdə mövzunun əsas anlayışlarını, nəzəriyyələrini, praktiki tətbiqini göstərməsi tələb olunur. Müəllim həmçinin qiymətləndirmədən sonra ümumi nəticələrə əsasən təhlil aparır. Axı summativdən sonra onun müzakirəsini etməliyik, təhlilini aparmalıyıq, sonra qoymalıyıq portfolyoya. Və gələcək dərs planlarını formalaşdırır. Aha, ay uşaq 45 bal almısan, hansı səhvlərinə görə, artıq o səhvlərə görə planlaşdırmamı qururam. Ki, yəni də o mövzuların üzərindən bir də keçəcəyik. Bu hansıdır? Tədris sonunda şagirdlərin ümumi nailiyyətlərini qiymətləndirmək və yekun qərar vermək. Bax, bizə nə deyir? Bu qiymətləndirmə növü hansı məqsədlə istifadə olunub? Bayaqdan danışırıq da, nə keçirmişik summativ? Hansı məqsədlə istifadə edirəm? Tədrisin sonunda şagirdlərin ümumi nailiyyətlərini qiymətləndirim və yekun qərar verim. B. Siz də bunu tam olaraq formativ başa düşdüyünüzə görə götürmüsünüz A. Dediyim kimi, eyni cümlə tədris yox, dərs ili desəydi, dərs ili deyirəm, dərs sonu desəydi, düzdür, formativ olardı. Mənim 6-cı suala baxardınızda. Bəli, uyğunsuzluğu deyir. Bunları mən heç yadıma düşmürük, bunlar belə. Bandura nəzəriyyəsində öyrənmə deyir, yalnız təcrübə və nəticə yolu ilə baş verir. Bandura nəyi danışır? Yadımıza salından olur. Bandura, belə deyim də, mən sizə, siz onda belə başa düşdüm ki, ancaq nə keçiriksə, gedirsiniz onu öyrənirsiniz, elə hamıya aiddir. Ancaq onu öyrənirsiniz, gələn dəfə nə keçirik, yenə həminkini öyrənirsiniz. Yəni, köhnə dərsləri heç belə vərəqləyib baxmırıq da. İmtihana bir ay qalıb. Bandura sosial öyrənmə, müşahidə əsaslı öyrənmə, bobodol var idi, döyürdülər, bu da baxırdı, gedirdi, döyürdü o məsələ. Deyirdi ki, öyrənmə yalnız təcrübə və nəticə yolu ilə baş verir. Yalnız təcrübə və nəticə yolu ilə baş vermir, axı orada müşahidə əsaslı da var. Əsas elə müşahidə əsaslı komponenti var. Yəni yanlışdır. Yəni bu fikir yanlışdır. Amma doğru yazıb, deməli nə oldu? Uyğunsuz. Biri götürdüm. O birisində William Gleiser'in seçim nəzəriyyəsi daxili motivasiyası əsaslanır. Seçim nəzəriyyəsində belə deyək də, nəzəriyyənin adı elə seçim nəzəriyyəsi idi. 5 dənə ehtiyac var idi. Nə bilim, sevgi və mənsubiyyət, sağ qalma, azadlıq, əyləncə, güc. Uşaq bu ehtiyacları nəyə əsasən seçirdi? Yeganə bir dənə bu nəzəriyyə idi ki, öz sözü var idi ki, müəllim nəzarət edə bilmir. Şagird öz davranışını özü seçir. Nəyə əsasən? Ehtiyacları ödənirsə, ona uyğun davranış seçir, ehtiyac ödənmirsə, ona uyğun davranış seçir. Yəni, bu düzdür, qabağına da düz yazıb götürmürük. Sonra Torundayıq öyrənməni, bu hansı? İnansız bunu bilmirəm, bu nədir? Bu hansı Stimula nəzərdir? cavab nəzəriyyəsi, bu aç pişik məsələsi var idi. Qutuya aç pişik odur. Öyrənməni şərtlənmiş reflekslərlə izah etmişdir. Onda bu doğrudur. Niyə doğrudur? Burada ay Allah mənim, bu sual mən uyğunsuzdur. Yanlış fikirdir. Qabağına doğru yazıb. Torundayıqda 4 dənə qanun var idi da. Təsir qanunu deyirdi ki, məsələn, göstərdiyim davranışın nəticəsində mükafat qazanıramsa, o davranışım belə deyək də daha da çoxalacaq. Yox, onun nəticəsində bir cəza olursa, nə bilim bir ağrı hiss edirəmsə, necə o davranışı azaldacaq. Sonra var idi hazırlıq qanunu, deyir bir işə başlamaq üçün insanın hazır olması, özünü ona hazır hiss etməsi lazımdır. Üçüncü məşq qanunu təkrar biliyin anasıdır məsəli. Dördüncü də çoxsaylı reaksiyalar, yəni deyir bir şeyə cəhd edəndə, elə bir dəfə bir yolla sınıyım, alınmadı, keçim kənarda oturum, yox. Çoxsaylı reaksiya göstər, alınana qədər cəhd et. Oydu yəni Torundayıqda, amma bizə başqa şey yazıb. Heç nə müəllim, mən belə başa düşdüm ki, bu nəzəriyyələri oturub təzdən oxuyuram. Çünki onsuz belə deyirsiniz, yenə də qəbul edə bilmirəm açığı. Tamam. 6-cı sual heç kimdə səhv deyildi? Yox, mən də çıxdaşla tapmışdım. Çıxdaşla.
Bəli. 100% Piaget-lə, Doqquz- Vygotsky-dən Yo, zaddan tutub. 9'u çıxdım o birisilərdən də. Aynen yeni fikirləşdim tapdım. Mən də 9-u çıxdım. Mən də elə eləmişdim. Mən 9-u 9 çıxdım. nədir? Qadın çox. Hə. Mən Hə, də bir belə. dənə eləmişdim. Getdi. 7-ci suala baxardınız da 7-yə. Tamam. Getdi. Bu da mix sualıdır. Burada deməli müəllim tapşırığı şagirdlərə izah etmir, özlərinin araşdırma etmələrini istəyir. Bura qədər mənə doğru gəldi. Lakin bu hal bəzi şagirdlərdə çaşqınlığa səbəb olur, istiqamətə ehtiyac duyurlar. Burada mən elə bildim ki, müəllim yəni şagirdlərə gərək istiqamət versin də, uşaqlar çaşqınlıq səbəbi olub da. Ona görə mən cavab A-nı götürdüm ki, müəllim istiqamət vermədən şagirdlərə fəaliyyətə cəlb etməsi heç bir müsbət nəticə vermir. İndi mən şagirdlərə izah etmədim və dedim ki, gedin özünüz araşdırın. Burada müəllimin məqsədi nə ola bilər? Keçən dəfə əyanilərdə də işlətmişdim. Amma onlarda mən nə etdim? İndi sizdə onlayndır da. Əyanilərdə nə etdim? Bilirdim ki, bu sual mənə bu cür cavab qayıdacaq. Ona görə əvvəlcədən gəldim, payladım testləri. Onlar belə vərəqdə işləyir. Payladım testləri. Dedim, yarım saatınız var, özüm getdim. Getdim, oturdum başqa yerə, çıxdım otaqdan. Sonra gəldim, bu testini izahını eləyən kimi bir nəfər sizin kimi düşünüb A yazmışdı. Dedi ki, yəni razı deyiləm də, cavab A-dır. Orada da heç mənim izahıma ehtiyac qalmadı. Özləri qayıtdı, dedi ki, bəs görmədiniz, müəllim bizə payladı, getdi. Dedi ki, mən ona görə çıxıram ki, otaqdan, mənə sual verməyin. Gah deyəcəksiniz ki, müəllim, verbal nə idi? Müəllim, filan şey hansı nəzəriyyə idi? Bu sualları eşitməyim deyə, cavab verməyim deyə çıxdım otaqdan. Çünki istəyirəm özləri müstəqil işləsinlər. İmtahanda mən olmayacam onların yanında. Müstəqil işləsin, imtahan ab-havası. Hə, bunu onlara çatdırdılar ki, o səhv cavab verənə ki, müəllimin məqsədi bizdə ona görə çıxdı getdik otaqdan. Dedi ki, yəni özünüz müstəqil işləyin. Müəllimin məqsədi bizim müstəqil işləməmizi təmin etmək idi. Yaxşı. İndi belə bir sual çıxır. Tamam, indi uşağa verdi araşdırmanı, gedib, amma uşağın kömək ehtiyacı var. Yaxşı, mən bu dəfə kömək eləyim. Nə vaxta qədər? Gələn dəfə yenə eyni şey eləyəcək. Bu bir. İkincisi də nə vermişəm ki, deməmişəm ki, get misal həll elə, ilişib qalıb orada ki, mən də gəlib kömək edim. Demişəm ki, ala bu tapşırıqla bağlı araşdırma et. Da araşdırmada nə sənə dəstək olum? Araşdırmadır da, nə bilim, kitabdan mı araşdırırsan, mənbədənmi, internetdənmi və s. Araşdırma edirsən də, nə həll edirsən ki, orada ilişib qalmısan, köməyə ehtiyacın var, mən də gəlib oturmuşam kənarda. Bildiniz, yəni Mən bilirəm ki, müəllim həmişə istiqamət verməlidir uşağa. Zaten verməlidir, amma bir yerdə də artıq mən çəkməliyəm onu. Ömür boyu yoxsa məndən o asılı qalacaq. Bu belə. Yəni, Həm də dediyim kimi. müstəqil öyrənmə olanda, belə başa düşdüm ki, məqsədimiz şagirdlərin müstəqil öyrənməsidirsə, biz istiqamət verməməliyik. Bəli də, bəli, araşdırmaya göndərmişəm də. Deyim ki, müəllim sizdə tapşırıq işlədir. Uşaq yeni mövzu keçib, tapşırıq işlədir. Uşaq tapşırığı işləyə bilmir. Hə, orada da istiqamətim necədir? Sadəcə təlimatı izah verə bilərəm. Yenə tapşırığa toxunmuram. Təlimatı ona aydın izah verə bilərəm ki, bax, bunu istəyir səndən. Hə, get indi tapşırığı özün elə. Amma mən bunu göstərir, özlərinin araşdırma etmələrini istəyir. Məqsədim odur ki, qoy gedib özləri araşdırsın. Burada nədir çaşqınlıq? Demişəm ki, ala bu mövzunu, bu tapşırığı, get bu haqda araşdırma et. Sən gedib bunu yenə sərbəst şəkildə edə bilmirsənsə, deməli biz uçurumdayıq da. Aydındır, çox sağ olun. Buyurun, getdik. 8. 8, oxuyun. Sinifə ilk dəfə daxil olan müəllim diaqnostik qiymətləndirmə apararaq şagirdlərin bilik səviyyəsi və ehtiyacları ilə tanış olur. Bu prosesdə 3 inklüziv şagirdin olduğunu müəyyən edir. Müəllim təlim prosesində bu şagirdlərin öyrənməyə cəlb olunması üçün təlim məqsədlərini və fəaliyyətini fərdiləşdirir, onların öyrənmə tərzinə uyğun qiymətləndirmə üsulları tətbiq edir. Müəllim bütün bunları ümumi təlim prosesində ayırmadan digər şagirdlərlə paralel və qarşılıqlı əməkdaşlıq mühitində həyata keçirir. Üstəlik siyasətin aşağıdakılardan hansı bu müəllimin fəaliyyətini ən düzgün xarakterizə edir? Mən C yazmışdım. Fikir zaman gözü təmin etmiş, sayın qiymətlərini diferensial prinsipi pozmuşdur.
apararkən bir səviyyəsi ehtiyacı tanışır. Bu prosesdə 3 nəsə mənim temperaturun imzalanması efendim. Onların öyrənmə tərzinə qiymətlənmiş. Onların öyrənmə tərzinə uyğun qiymətləndirilmiş üsullar tətbiq edir. Tüm bunlar ümumi temperaturunu ayırmadan digər şahitlə paralel qarşılamaq. Hanı yazmışsınız ki, qiymətləndirmədə differensiallıq pozulub. Hanı pozulub? Deyir hətta ki, onların öyrənmə tərzinə uyğun qiymətləndirmə üsulları tətbiq edir. Yəni, hərənin öz potensialına uyğun, bacarığına uyğun qiymətləndirir. Eyni növ qiymətləndirmir. Deməli, Bilməyib ki, mən düşündüm burada inklüzivlik pozulub, onları ayırıb da elə bil ki, ona görə Y yazmışdı. baxın, Şövkət xanım harda edib ayrı seçkiliyi? Burada deyir ki, müəllim bütün bunları ümumi təlim prosesindən ayırmadan digər şagirdlərlə paralel və qarşılıqlı əməkdaşlıq mühitində həyata keçirir. Açıq aydın deyir. Ayırmadan. Müəllimə, mən Diqqətli bildim ki, olmaq burada lazımdır. differensiallığı da təmin edib, inklüzivliyi də təmin edib. Amma mən Bəli. B götürdüm, müəllim. Əsasın təminləşəndə hanı təlimlə baxın, deyirsiniz ki, qiymətləndirmənin nəticəsinə əsasən təlim nəticəsini dəyişmiş. Müəllim təlim nəticəsini necə dəyişə bilər? Təlim nəticəsini müəllim bir gün əvvəldən müəyyən edir ki, bugünkü dərsimizin məqsədi budur. Təlim nəticəsi bugünkü dərsin məqsədidir. Yadınızda da deyirdi ki, müəllim diaqnostik qiymətləndirmə aparır ki, öz tədrisin nəsə planlamasında dəyişiklik eləsin də. Mən o məqsədlə fikirləşdim ki, bu da görülür ki, sinifdə inklüziv şagirdlər var. Planlamasını yəni onlara görə dəyişdi. Planlaması. Təlim nəticəsi deməmişik. Təlim nəticəsi hər 45 dəqiqənin öz məqsədi olur. Onu da bir gün əvvəldən müəyyən O edirəm. alt standartdır, hə? O alt standartdır. Alt standartdan çıxarırıq, bəli. Hə. O da dəyişə bilmərik də onu. Yox. Yəni alt standartı ümumiyyətlə dəyişə bilmərik, yox heç. Amma alt standartda mən bir gün əvvəldən planlama yazıram axı, gündəlik planlama. Məqsəd çıxarmışam. 1 dənəmi, 2 dənəmi, 3 dənəmi. Gətirmişəm, sinifdə işlədirəm, alınmır. Deyir ki, məqsədi dəyişməlidir. Necə dəyişsin də? Alınmırsa, yəni o deməkdir ki, uşaq məqsədə çatmadı. Mən artıq növbəti dərs üçün də setməliyəm. Təlim nəticəsini dəyişə bilmərəm. Yəni B yanlış cavabdır. Yəni də A-da məsələn deyir də, müəllim diaqnostik qiymətləndirmə nəticələrinə əsasən təlim prosesində təhsildə keyfiyyətliliyi təmin etmək üçün inklüziv və reflektiv yanaşma tətbiq etmişdir. Yəni zaten oxuyanda da görürük ki, müəllim heç bir şeydə səhvə yol verməyib də. Elə ən doğrusu A. Çünki hərəsində bir dənə şeyi pozub. Reflektiv nədir? Refleksiya. Hə, Təhsildə müasir pedaqoji yanaşmalar. Deyəcək, indi onu da unutmuşam. Vay, 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 dəhşət. Təkrarlayın. Mən yenə Nə oldu sizə? Mən çökmüşəm müəllim. Olmaz ya, belə qəşəng başlamışdınız. Getdik 8-dən sonra. 10? Bəli. 10, aha. Müəllim biologiya dərsində şagirdlərə tapşırıq verir. Dərslikdə verilmiş fotosintez prosesinin mərhələlərini diqqətlə oxuyun. Daha sonra bu prosesi öz sözlərinizlə izah edən bir esse yazın və fotosintezin bitkinin həyatındakı rolunu qeyd edin. Bu tapşırıq idrak taksonomiyasının və dok modelinin hansı səviyyələrinə uyğundur? Mən yazmışdım. Yazmışdım. İzah edin demir ki, izah edindən keçib, izah edən bir esse yazın. Artıq tətbiqdəsiz. Hətta sonra deyir, fotosintez bitkinin rolunu qeyd edin. Artıq siz işin icrasındasınız. Bəli, ikinci səviyyədir, amma tətbiq etmək mərhələsi. Müəllim, esse yazmaq, yaratmaq deyil. Hə, bax burada bir dənə incə məqam var. Bəli, ola bilər yaratmaq. Amma öz təxəyyülümə əsasən yazsam. Burada nə deyir? Dərslikdə verilmiş fotosintez prosesinin mərhələlərini diqqətlə oxuyun. Daha sonra bu prosesi öz sözlərinizlə esse yazın. Oxuyuram, mahiyyəti anlayıram, öz sözümdən esse yazıram. Anlamaq və esseni də yazıramsa tətbiq etmək. Hə, esse mənim öz təxəyyülümə əsasən, özümdən, beynimdən nəsə. Burada nəsə oxuyuram, bax, nəyəsə əsasən edirəm. Ona görə tətbiqdir. Yaradanda nətər yazır ki, yaradanda oxumadığını yazır. Neyini?
Yaradanda bəli öz təxəyyülünə əsasən yazır da. Məsələn, nə bilim, nəyisə haqqında bir esse yazanda öz təxəyyülünə əsasən nədəsə oxuyub yazmır. Amma açıq-aydındır ki, get diqqətlə oxu. Sonra nə bilim o prosesi öz sözlərindən yaz. Bildiniz, oxuyur, sonra gedir onu elə bir necə deyim, oxuduğunu fırladır öz sözləri ilə, götürür esse yazır. Burada nəyi yaratdı? Zaten oxuyub o dərsi. Getdik. 15 Ondan var. 14 müəllim. 14. 14. Hə. Müəllim şagirdlərə rəqəmsal platforma vasitəsilə dərs mövzusunu göndərərək tapşırır ki, onu oxusunlar, qeydlər aparsınlar, özləri üçün çətinlik çəkdikləri hissələri qeyd etsinlər. Növbəti dərsdə müəllim Sokrat dialoqu üsulundan istifadə edərək bu mövzunu dərindən müzakirə edir. Dərs zamanı şagirdlər arqumentlərlə cavab verir. Müəllim isə onların fikirlərinə əlavə suallar verərək daha dərin düşünməsinə sövq edir. Müəllim sonunda şagirdlərə belə rəy verir. Fikirlərinizi əsaslandırmağınız əla idi, lakin daha güclü mənbə istinadları gətirmək təsirli olar. Demək üçün tövsiyə. Aşağıdakı situasiyaya uyğun. Tərif forması Səsiniz gəlib gəlir sizin. Hə? Gəlmir səsiniz. müəllim başqa kimsə oxusun. Hə, tamam. Deyir ki, təlim forması asinxron və sinxron mərhələlərin inteqrasiyasına əsaslanır. Baxa, müəllim şagirdləri rəqəmsal platforma vasitəsilə dərs mövzusunu göndərərək tapşırır ki, onu oxusunlar. Qeyd aparsınlar, özləri üçün çətinlik çəkdikləri hissəni qeyd eləsinlər. Uşaqlar özləri edəcək, asinxron var. Növbəti dərsdə müəllim artıq neyinir? Sokratdan istifadə edirsə, ya müzakirə varsa, bu da sinxron var. Bir düzdür. Şagirdlərin fəaliyyəti metakognitiv bacarıqların inkişafına yönəlir. Bəli, asinxron varsa, orada metakognitiv var, düzdür. Müəllimin verdiyi rəy öyrənmənin emosional aspektlərinə əsaslanır. Baxaq, hardadır rəy. Fikirlərinizi əsaslandırmağınız əla idi, lakin daha güclü mənbə istinadları gətirsəydiniz, çıxışınız daha təsirli olardı. Bu bacarığı inkişaf etdirmək üçün tövsiyə edirəm ki, əlavə oxuyasınız. Deyir ki, emosional aspekt. Emosional deyil axı, idrakdır. Fikir əsaslandırmaqdan danışır, burayla bağlıdır yəni. Getdi. Tapşırıq Sokrat dialoqu ilə aparıldığı üçün təlimdə formativ qiymətləndirmə aparılmayıb. Bir inkarlıq var burada. Əksinə aparılıb. Getdi. Dərsdə tətbiq edilən fəaliyyətlər şagirdlərdə təhlil və dəyərləndirmə mərhələsinə uyğun bacarıqları inkişaf etdirir. Dəyərləndirmə var, təhlili axtaraq. Hə, dəyərləndirmə var, təhlili axtaraq, deməli, oxusunlar, qeydlər aparsa, özləri üçün çətinlik çəkdikləri hissələri qeyd etsinlər. Hə, deməli, burada uşaq artıq onu oxuyacaq, qeyd aparacaq, çətinlik çəkdiyi hissələri təhlil edəcək də. Bəli, təhlil və dəyərləndirmə var. 1, 2, 5. Müəllimə səsim indi gəlir müəllimə. Bəli, gəlir. Aha. 14-dən sonra. Mən bir dənə 1-5-i düz yazmışdım da. Bu şagirdlərə fəaliyyətin metakognitiv bacarıqların inkişafına yönəlib. O niyə doğru oldu dediniz onu? Metakognitiv çünki asinxron var. Hə, sinxrona görə, hə, bildim. Getdik. 14-dən sonra 15 dediniz. Bəli. Müəllim biologiya dərsində şagirdlərin layihə işlərini qiymətləndirir. O müşahidə edir ki, şagirdlər qrup daxilində rolları çox rahat bölüşür, tapşırıqları vaxtında tamamlayır və bir-birlərinə qarşı olduqca nəzakətli davranırlar. Lakin layihənin müdafiəsi zamanı digər qruplar tərəfindən gələn tənqidi qeydlərə cavab verərkən şagirdlər emosiyalarına qapılır. Fikirlərini elmi faktlarla müdafiə etmək əvəzinə biz gecə-gündüz işləmişik, bizim təqdimat hamıdan qəşəngdir kimi ifadələrdən istifadə edirlər. Müəllim müşahidəsinə əsasən şagirdlərin inkişaf dinamikası ilə bağlı doğru mülahizə hansıdır? Mən götürmüşəm Y. Hələ suverin mərhələsində olduqları üçün onun adı qeyri-rasional düşüncə dərəcəsi aşağıdır.
İnşaat demokratiyası ilə bağlı doğru mülahizə. Hə, Yəni yəni bunlardan hisslərlə hə? düşünürlər. Hissləri ilə Yəqin- düşün. Aha. Belə deyim də, burada bizdə nə idi söhbət? Deyir ki, elmi faktlarla müdafiə etməyə əvəzinə biz gecə-gündüz işləmişik, bizim təqdimat hamıdan qəşəngdir kimi ifadələrdən istifadə edir. Burada yazmısınız, qeyri-rasional düşüncə dərəcəsi aşağıdır. Bizdən doğrunu istəyir də. Siz deyirsiniz hissləri ilə. Əksinə, hisslərlə düşünmək qeyri-rasionaldır. Bildiniz? Hə, əslində hisslərlə düşünmək əksinə deyərik ki, qeyri-rasionalı yüksəkdir də. Yəni ki, rasional qalıb arxa planda. Hə. İndi B-yə baxaq. Şagirdlərin şəxsiyyətlər arası intellekti yüksək olsa da, bəli, yüksəkdir də. Bayaqdan deyir, bir-birlərlə belə çalışırlar, belə eləyirlər. Tənqidi təfəkkürə əsaslanan akademik ünsiyyət bacarıqları formalaşmamışdır. Niyə? Çünki tənqidə açıq deyillər. Məsələn, tutalım da, belə deyim, insana bir səhvini deyəndə neyniyərsən? O səhvini anlayarsan və gedib onun üzərində işləyərsən, onu düzəldərsən. Bunlar qəbul etmək istəmirlər də, qəbullana bilmirlər. Yəni ki, deyir, tənqidi təfəkkürə əsaslanan akademik ünsiyyət bacarıqları formalaşmayıb. Bəli, ünsiyyət bacarığı var, bayaqdan bir-biri ilə qəşəng, nəzakətli sözlərdən istifadə edirlər və s. və ilaxır. Amma bunlara artıq belə deyim də, deyir, layihə müdafiəsi zamanı digər qruplar tərəfindən gələn tənqidi qeydlərə cavab verərkən emosiyalarına qapılırlar. Yəni ki, açıq deyirlər də tənqidə, qəbullana bilmirlər. O şey formalaşmayıb onlarda. B düz cavabı idi. Amma E-də qeyri-rasional aşağıdır, yox, əksinə qeyri-rasional daha ön plandadır. Çünki emosional cavab verir. Getdik. 17 müəllimə. Şövkət xanım yoxdur sizdə? Xeyr müəllimə, ən sonuncu 10 idi. Tamam, 17. Müəllimə, burada 16-da çıxdı fənn üstü. Dedim, yəqin bu da fənn üstü olardı. Eyni söhbət gedir burada. Sağlam qidalanma planını hazırlamalısınız. Planı hazırlayarkən yaş və sağlamlıq vəziyyəti, bir də ailə büdcəsi. Bildimi ailə büdcəsində nəsə burada riyaziyyatla bağlı bir şey olacaq? Bəli. Amma niyə fənlər arası oldu bəs? Çünki sağlam qidalanma, ailənizin yaş və sağlamlıq vəziyyəti bu həyat bilgisində də keçirilir. Büdcə planı da riyaziyyatda da var və yaxud da ki, bu mövzular eyni zamanda texnologiyada da var, büdcədir, ailənin sağlamlığıdır falan filan. Bunlar texnologiyada da var, həyat bilgisində də var, riyaziyyatda da var. Fənlər arası var. Hə, və açar sözü də sizə fənn üstüdə ailənin sağlam qidalanma planı hazırlamaq ailə ilə bağlıdır deyə fənn üstüdə var. Hə, müəllimə, çox sağ olun. Buyurun. Növbəti. Müəllimə, bir dənə bir söz. Mən indi bu bildim axır nəzəriyyələri yaxşı bilmirəm də. İndi mən onları oxuyacağam. Bilirəm sizin vaxtınız yoxdur, çox baxa bilmirsiniz. Yəni nəsə sualım olanda olarmı ki, mən o qrupa yazım, siz baxın. Bilirəm, yenə də vaxtınız, yəni nə vaxt olsa da, yəni bildiniz necə? Çalışaram. Oldu müəllimə, çox sağ olun. Sağ ol. Hə, deyin də, zəhmət olmasın. Məndə yoxdur. Bitdi. Tamam. Bir ay qalıb. Bəli, bir ay qalıb. Bir ay. Deməli belə. Hə, bu da 2023 sualı idi. Görürsüz şeydən düşmüşdü. Nədən düşmüşdü? Daniel Goleman nəzəriyyəsindən. Sonra bu da 2024 sualı idi. Belə. Görün bu birisi. Hə. Neysə, getdik. Nə vermişdik evə? Time-dan. Time-dan müəllimə 3 dərs vermişdiniz. Hansı var? Təlim prosesinin səmərəli öyrənmə mühitinin qurulması, Bildim. pozitiv intizam bərpa edici yanaşma, bir də bu grant strategiyaları. Getdik onda. Gözləyim dəqiqə.
İşdən gəlmişəm, hələ çıxartmamışam kitabları. Deməli. Səhifə deməli 250. Müəllimə bir dənə olar bir söz deyim. Şövkət müəllimə sizin nömrənizi götürə bilərəm. Mən birdən olur dərsə qoşula bilmirəm də. Mən yəni soruşmaq üçün, bildiniz necə dərsin yerini soruşmaq üçün. Olar, bəli. Problem deyil. Hə, mən yazıram bura nömrəmi elə çata. Siz zəhmət olmasa yazarsınız da mənə. Tamam. Aha. Adınız düşsün ki, mən çünki birdən müəllimənin vaxtı olmur. Demişəm ki, hər qrupdan bir nəfərin nömrəsini götürəcəm. Hə, deyin. Zəhmət olmasa biraz cəld olaq. Burada məndə bir dənə idi, onu da başa düşdüm mən. Eşən müəllim, özünüzdə irəliləyiş hiss edirsiniz? Özümdə irəliləyiş hiss edirəm bəli. Bəli. Yəni əvvəlkilərə baxmış, indi özünüz daha yaxşı tanıyırsınız da. Fərq çox deyil müəllim. Prosta indi bilmirik də, indi mik. İnşallah yaxşı olacaq. Yaxşı olacaq. Güvənirəm sizə. Belə. Şövkət xanım, deyin səhvlərinizi. 2. 2. Tədris ilinin ilk günlərində bəzi şagirdlər fikir bildirməyə utandıqları üçün müzakirələrdə aktiv iştirak etmirlər. Müəllim onların aktiv iştirakını təmin etmək üçün oyun keçirmək qərarına gəlir. Belə ki, müzakirədə fəal olan, düzgün arqumentlərlə fikrini əsaslandıran şagirdlərə müəllim kitab hədiyyə edəcəyini bildirir. Bu fəaliyyətdən sonra yenə də müzakirəyə cəlb olunmayan şagirdlər olur. Verilmiş situasiyada müəllimin hansı addımı səmərəli olar? Mən yazmışam, A yazmışam, gəlib cavab D. 1 ilə 4 deyib yerin səhv şey eləmişəm, 3-ü düz götürmüşəm. Aha, baxaq. Mən 1-i yazmışdım, 1-i götürmüşdüm. Müəllim bu problemi aradan qaldırmaq üçün müzakirəni təşkil etməmişdən qabaq müzakirə qaydaları tərtib etməlidir. Burada bir nədir? Utandıqları üçün aktiv iştirak etmirlər. Müzakirə qaydası bilirsiniz nədir? Müzakirə zamanı bir-birimizin sözünü kəsməyək, bir-birimizi sona kimi dinləyək, bir-birimizin fikrinə hörmətlə yanaşaq. Budur. Bu yazıqlar heç ağızlarını açmırlar, utandıqlarından danışmırlar. Amma 4-də deyir ki, bir-birinə qarşı olan inam, güvən. Düşündüm müzakirədə. Buzqıran strategiyasına söhbət gedir də. Utanır axı. İnsan niyə utanar? Birdən ağzımı açaram, bir söz deyərəm, mənə belə baxarlar, gülüşərlər, ürəklərini belə şey gülüşərlər. Yəni də bir-birinə güvən, inam olmalıdır. Onun üçün də buzqıran olmalıdır. Başa düşdüm. Mütləq şəkildə. Əslində bu 3-də də elə 10 yazıb, 4 də onun ardıdır da, belə deyək. Aydın oldu mənim. 4. 4. 2-dən sonra 4. 4-də deyir, müəllim şagirdləri cütlərlə iş formasına cəlb edir və onlara paylama materialı verir. Paylama materialında bütün cütlərə eyni tapşırıqlar verildiyindən bəziləri tapşırığa həvəslə yanaşmır. Verilmiş problemi aradan qaldırmaq üçün müəllimin atdığı addımlarla bağlı cədvələ əsasən uyğunluğu müəyyən edir. Mən yazmışam E, cavab gəlib A. Burada da 1 ilə 4-də səhvləmişəm. Aha. Mən götürmüşdüm 1-i. Müəllim cütlərlə iş formasının icrası zamanı qaydalar tərtib edərək problemi aradan qaldıra bilər. Yenə qayda götürmüşəm. Hə. Burada da yenə də uşaq dərsi pozmur ki, deyir ki, dərs ona verilən tapşırıq ona maraqsız gəlir. Qayda gəlir dərs pozsun. 4-də yazıb ki, həvəslə işləməyən cütlərə yaxınlaşa olan tapşırığın dəyişməsi. Mən düşündüm ki, onların tapşırığını dəyişib o birilərinə haqsızlıq olmur. Elə ki, Niyə birini haqsızlıq olur? Yox. Ümumiyyətcə müəllim elə başda səhvə yol verib. Biz demişdik ki, bir dənə bütün siniflə iş formasında eyni fəaliyyət olur. Digərlərində müxtəlif fəaliyyətlər olmalıdır. Mən şagirdlərə öz potensiallarına, öz maraqlarına, bacarıqlarına uyğun tapşırıqlar hazırlamalıydım. Mən də vermişəm, məsələn deyirəm də, ancaq asan tapşırıqlar. Baxır buna maraqsız, bu nə deyir, bu nə var eləməyə? Maraqsız gəlir, bu onun üstündə işləmək istəyir də. Baxır ki, çox su kimi suallar, məsələn, tapşırıqlar. Müəllim dəyişməlidir, bəli.
onun bacaracağı qədər, onun potensialına uyğun tapşırıq verməlidir ki, o da həvəslə işləsin. Onda belə deyim, həvəslə işləyənlər, yəni o potensialına uyğundur ki, həvəslə yanaşıb da. Bəli, bəli, onlara ucu maraqlıdır. Bəlkə imенно bu cüt ən belə savadlı uşaqlardır. Bunlar ucu o tapşırıqla belə də heç nə kimi gəlir. Aydın oldu müəllimə. Sonra 8. 8. 8. Aşağıdakılardan hansı sinifdə səmərəli öyrənmə mühitinin olduğunu göstərir? Qrup işi zamanı hər bir şagirdin rolunu əvvəlcədən müəyyən edilir. Hər kəsin iş prosesində iştirakı və fəaliyyəti izlənir. Tapşırıqdan sonra şagirdlər refleksiya apararaq növbəti dəfə nəyi dəyişmək istədiklərini qeyd edir. 10 götürmüsünüz? Yox, mən beyni yazmışdım. Siz səhvlə düz oxuyun da, zəhmət olmasa. Vaxt getirir ona görə. Hə, tamam. B'ni yazmışdım. B'də deyir ki, şagird yanlış cavab verdikdə müəllim tənqid etmir. Səni bu fikrə gətirən əsas nə oldu? Sualı ilə şagirdin məntiqini üzə çıxarır. Sinif cavabı dəlillərlə tamamlayır və səhvləri öyrənmək üçün imkan olduğu yanaşması güclənir. Mən bunu götürmüşdüm. Aşağıdakı hansı sinifdə səmərəli öyrənmənin olduğunu göstərir. Hə, bu sualda problem var idi, deyəsəm. Dəqiqə baxın. Burada deyəsəm, hamısı düz Sualların gəlir. çoxsu uyğun gəlir. Sizdə səmərəli öyrənmə üçün burada nəsə olmadığını məncə yazmalı idi, çünki çoxu düz gəlirdi. Hə, mən də onu deyəcəkdim. Elə oxuyuram, cavabların neçəsi düz gəldi buna. Təqdim edib dərsin sonunda anlama səviyyəsini yoxlayır. Bunda qalsın bu sualda yanlış. Burada bilsiz nə olacaq? Burada olmadığını demək istəyib, səmərəli öyrənmə üçün olmadığını göstərir. Ay sağ ol. E-yə baxaq. Müəllim vaxtdan səmərəli istifadə etmək üçün müzakirələri qısa zamanda aparır. Əsas məqamları sistemləşdirərək təqdim edir. Elə əsas rolda belə deyək də müəllim oldu ki, müzakirəni də qısa zamanda aparır. Bir növ müzakirəni yönətirəm ki, qısa-qısa olsun. Sonra özüm əsas məqamları sistemləşdirib təqdim edirəm. Sonra da dərsin səviyyəsində anlaması. Dərsin sonunda anlama səviyyəsini yoxlamaq burası düz gəlir, amma əvvəli səhvdir. Onda səhv olaraq bunu götürürüm. Bəli, bəli. Bir də 16 var burada. 16. Hə. Səmərəli öyrənmə mühiti ilə bağlı cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Mən yazmışam D, cavab gəlib B. Mən 1-4 yazmışdım. Hə, 1 ilə 3-də səhv eləmişəm. Bir də mən dərs zamanı partaların qrup şəklində düzülüşü sinifdə dəstəkləyici mühitin yaradılmasına və şagirdlər arasında müzakirənin effektivliyinə təsir edə bilər. Mən bunu səhv kimi götürmüşdüm. Dərs zamanı qrup şəklində düzülüşü sinifdə dəstəkləyici mühitin və şagirdlər arasında müzakirənin effektivliyinə təsir edə bilər. Bunu düz kimi götürmüsünüz? Səhv kimi götürmüşdüm. Niyə səhv kimi götürdünüz? Düşündüm ki, qrup şəklində olanda müzakirə, yəni qruplara bölünür də. Məsələn, bütün siniflər olanda müzakirə daha effektiv olur da. Yox, indi belə deyim də, qrup işində də müzakirə olur da. Qrup işində də müzakirə, problem verirəm, problemi həll edərkən aralarında müzakirə edirlər. Düz fikirdir. Qrup şəklində olanda bəs dəstəkləyici mühiti necə yaradılır ki, o səs çatmadı mənə biraz. Dəstəkləyici mühit nədir? Bax, 3 növ var da. Maddi tenki baza, sağlam psixoloji mühit və təhlükəsizliyi təmin etmək. Məsələn, deyirdik, qrup işində görürük ki, uşaqların bu mübahisəsi, dava qırğına keçir. Müəllim nə edirdi? Məsələn, təhlükəsizliyi təmin edirdi. Hə, yəni yaratmalıyam da o mühiti. Düz fikirdir. 3 deyir, sinif otağında müxtəlif rənglərdən istifadə. Amma burada deyir ki, müxtəlif rənglər. Məsələn, sinif otağı bir rəngdə olur da. Orada müxtəlif rənglər adamın fikrini yayındıran deyil ki. Şövkət xanım, keçmişik axı bunları. Hətta demişdik ki, ibtidai siniflərdə daha rəngarəng ola bilər. Biraz yuxarı siniflərdə, biraz rənglərdə elə tonlar olur ki, sadə tonlar. Məsələn, hətta deyirdik ki, bir də görürsünüz ki, divarı, məsələn, ancaq bir dənə bütöv divarı başdan ayağa bir nəsə çəkirlər də divara, nəsə bir əsər, bir şəkil, nəsə də çəkirlər. Maraqlı olsun, uşaqlara maraqlı gəlsin. Düz idi bu. Burada bitdi. 4'ü də düz idi, uyğunsuzluğu deyirsə, 3, 4. Burada bitdi, keçdik o birisinə.
Pozitiv intizam, bərpa-edici yanaşma. Müəllimə, mən bu testlərin heç birini etməmişəm. Baxdan baxıram. Niyə? Biz ucu bunun neçə dənə qruplarda eləmişik. Buna olacaq, yəni də hansı qruplarınızda? Yəqin ki, olar. Hə. Hansılarda bilmirəm, amma yəqin ki, olar. Amma çoxunda eləmişik bu testi. Bəlkə ucu neçənci dəfə də keçirəm onun üstündən. Getdik, pozitiv intizam. 10 var məndə. 4. 4. 4. Bəli, müəllimə. Aha. Şagirdlərdən biri tapşırıqları yerinə yetirsə də tez-tez sinif yoldaşlarının işinə müdaxilə edir. Müəllim dərsdən sonra söhbət edərək bu davranışın səbəbini öyrənir. Məlum olur ki, şagird tapşırıqları tez bitirdiyi üçün məşğuliyyət axtarır. Müəllim onunla razılaşaraq tapşırıq bitdikdən sonra əlavə fəaliyyət seçməsinə imkan yaradır. Müəllimin bu yanaşmasını aşağıdakılardan hansını nəticə kimi qiymətləndirmək olmaz. Yəni bunun nəticəsində nə olacaq? Yəni ki, buna aid deyil. Yəni bu pozitiv intizama aid olmayan cavabı seçirsiniz. Mən C yazmışdım, cavab gəlib D. Mən yazmışdım ki, sinifdə qaydaların yalnız müəllim tərəfindən deyil, şagirdlərin də məsuliyyəti ilə formalaşdığı anlayışı yaranır. Bəli, nə gözəl. Müəllim, şagird qarşılıqlı anlaşma, birgə qərar qəbul etmə. Bu düzdür. D-də nə deyir? Davranış dəyişikliyi əsasən müəllimin nəzarəti. Nə demişdik? Müəllimin nəzarəti ənənəvi təlimdə idi. Bu xarici nəzarətdir. Bu şagirdin davranışını dəyişdirmir. Sadəcə müvəqqəti dayandırır. Ta ki o nəzarət çölə çıxana qədər. Yəni bu ənənəvi aid idi. 4-dən sonra 10. 5. 5 də var müəllimə. 5. Aha. Cədvələ əsasən uyğunluq pozulmuşdur. 5-i mən yazmışam A, gəlib D. 2 ilə 3-də səhvlik eləmişəm. Mən götürmüşdüm bərpa-edici yanaşma tətbiq edildikdə əsas diqqət münasibətlərin qorunmasına yönəldiyi üçün davranışlarla bağlı ümumi qaydalar zamanla daha az müəyyən olunur və şagirdlər üçün gözləntilər fərqli şəkildə formalaşa bilir. Bir bərpa-edici yanaşma tətbiq edirdikdə, bərpa-edici yanaşma bilirikdə münasibətlərə aiddir. Diqqət münasibətlərin qorunmasına yönəldiyi üçün davranışlarla bağlı ümumi qaydalar zamanla daha az müəyyən olunur. Və şagirdlər üçün gözləntilər fərqli şəkildə formalaşa bilər. Bu yanlış fikirdir. Niyə? Bərpa-edici yanaşma nə idi? Məsələn, 2 uşaq idi, biri o birisinin xətrinə dəyib. Biz nə edirdik? Bunları sona kimi dinləyirdik və elə bir situasiya yaradırdıq ki, yəni kimdir günahkarı axtarmırdıq. Nə baş verdi və bu problemi necə aradan qaldıraq? Və məsələn də, tutalım, biri mənim xətrimə dəyib, müəllim elə edir ki, o özü etdiyi səhvi nəticəsini anlasın və özü qərar versin ki, indi mənim könlümü necə alacaq, üzrümü istəyəcək və s. və axırda, yəni özü qərar versin və daxili nəzarət deyirlər də ona. Hə, bu yanlışdır. Aydın oldu yəni. Aha, tamam. Getdik. Var ona kimi? Xeyr. 10, Elşən müəllim. Dərs zamanı müəllim müşahidə edir ki, bir neçə şagird tapşırıqları vaxtında və qaydalara uyğun yerinə yetirsə də, dərs müzakirələrində iştirakdan yayınır, sual verildikdə isə başqa fikrim yoxdur kimi qısa cavablarla kifayətlənir. Müəllim dərsin ritmini qorumaq üçün bu vəziyyəti dərs zamanı arizə gündəmə gətirmir və mövzunu plan üzrə davam etdirir. Bu situasiyanın mümkün yaranma səbəbini və həll yolunu müəyyən edir. Mən yazmışam Y. Şagirdlər fikirlərini ifadə etməkdə ehtiyatlı davranırlar. Müəllim sualları daha çox fərdi şəkildə ünvanlamalıdır. Müzakirədə axı bu. Baxın, burada məsələ nədir? Müəllim müşahidə edib ki, bir neçə şagird tapşırığı vaxtında yerinə yetirir və qaydalara uyğun yerinə yetirir. Yəni ki, o deməkdir ki, tapşırıq vermişəm, demişəm ki, məsələn 5 dəqiqə vaxtınız var, bu da qaydaya uyğun da 5 dəqiqə bitirib qutarır. Qaydaya uyğun yerinə yetirir. Amma müzakirədə iştirakdan yayınır. Sual verəndə, yəni yola verir də, cavab vermir, başqa fikrim yoxdur deyib qısa cavablar verir. Belə. Yəni müəllim də dərsi pozmamaq üçün
Dərs zamanı deyir, ayrıca gündəmə gətirmir bu söhbəti. Nəysə, deyir, bu situasiyanın mümkün yaranma səbəbi. Yəni, deyir ki, ümumiyyətlə, bu niyə belə yarandı ki, niyə belə oldu ki, uşaq niyə belə qısa cavablar verir? Niyə tapşırığı tez bazar vaxtı uyğun, qayda uyğun həll elədi, qutardı, sual cavabda da iştirak eləmir? Şagirdlər dərs mövzusuna kifayət qədər maraq göstərmir, çünki dərs onlara maraqsızdır. Belə deyək, görürsünüz də bir neçəsi deyir. Demək ki, mən dərsin məsələn deyirəm də, ancaq mühazirə tipli keçmişəm, məsəl üçün. Bu da uyğun gəlir oxuyub yazaraq və audiallara. Onlar hamısı yaxşı işləyir. Amma məsəl üçün deyirəm, kinestetiklərə uyğun gəlmir. Kinestetiklərə nə vecinə, yəni onlara maraqlı deyil müzakirədir, sual cavabda oturub tapşırıq yazmaq da onlar üçün maraqlı deyil. Deməli, mövzu kifayət qədər onlara yəni maraqlı deyil. Həll yolu nədir? Mövzular daha cəlb edici nümunələrlə zənginləşdirilməlidir. Yəni ki, onların da marağına uyğun eləməliyəm. A, düzdür. Getdik. 13. Müəllim müşahidə edir ki, şagirdlər qaydalara əməl edir və dərsin gedişi pozulmur. Lakin müəllim hiss edir ki, şagirdlər fikir bildirməkdə ehtiyat edirlər, suallara qısa cavab verirlər və təşəbbüs göstərmirlər. Müəllim dərsin sakit və nizamlı keçməsini müsbət hal kimi qiymətləndirir və mövcud yanaşmanı dəyişmir. Müəllimin bu yanaşmasının uzun müddətli təsirini daha dəqiq ifadə edən fikir hansıdır? Onun üçün mən A yazmışdım, cavab gəlib B. Sinifdə sabitlik və proqnozlaşdırıla bilən davranış mühiti formalaşacaq, şagirdlərin təşəbbüs səviyyəsi dəyişməyəcək. Mən bunu yazmışdım. Müəllim neynədir ki, müəllim dərsin sakit və nizamlı keçməsini müsbət hal kimi qiymətləndirir və mövcud yanaşmanı dəyişmir. Burada da deyir ki, müəllim bu yanaşmanın təsirini... Deməli, burada bilsiz nədir məsələ? Qaydalara əməl edir, dərsin gedişi pozulmur. Müəllim hiss edir ki, şagirdlər fikir bildirməkdə ehtiyat edir. Suallara qısa cavab verir, təşəbbüs göstərmir. Müəllim dərsin sakit və nizamlı keçməsini müsbət, yəni ki, nə yaxşıdır, dərs sakit keçir. Bunu müsbət qiymətləndirir və mövcud yanaşmanın dəyişmir. Əslində müəllim düz eləmir də. Müəllimin bu yanaşmasının uzun müddətli təsirini daha dəqiq ifadə edən fikir. Şagirdlər davranışlarını müəllimin gözləntilərinə uyğun tənzimləyəcək. Yəni, müəllimin gözləntisi nə idi? Uşaqlar müzakirədə pasiv iştirak edir. Müəllim dedik, nə yaxşı, nizam pozulmur da, sakitlikdir. Deməli, müəllim gözləntisi budur. Şagird də bundan sonra bu cür edəcək. Müzakirədə iştirak etməyəcək, pasiv olacaq. Öyrənmə prosesində risk alma meyilli tədricən zəifləyəcək. Yəni, artıq, nə bilim, cavab verim, səhv edim, nə olsun ki, müəllim mənə danlamır ki, onsuz da səhv etməkdən qorxmayın, bu mühit olmayacaq. Yəni də bir sözlə passivlik baş alıb gedəcək. Niyə? Çünki müəllim bunu müsbət hal kimi qiymətləndirdi. Mövcud yanaşmanı dəyişmədi. B düzdür. Aydın oldu. Getdik. Məndə yoxdur. Məndə də yoxdur. Keçdik o birisinə. Sinif idarə edilməsi. Deyil. 21 var məndə. 21-ə qədər. Yoxdur. Yaxşı. Aha. Mənim bunu oxuyanmamışam deyənə səhv yazmışam. Mən bunu oxuyanmıram. Bilirəm. Əminəm ki, elədir. Yazılıb ki, dərsdə fəaliyyət zamanı şagirdlər nə etməli olduqlarını soruşur. Aha. Şagirdlər nə etməli olduqlarını soruşur. Səs-küy artır. Müəllim hər dəfə spontan şəkildə təlimat verir. Müəllimin fəaliyyətlə bağlı hansı fikrə getmək olar? Spontan nədir? Yəni fərdi şəkildə. Anidən. Yox, anidən riski. Bəli. Necə müəllimdir bu? Spontan təlimat. Belə riski, belə deyim də, uşaq davranış pozuntusu edən ki, müəllim risk reaksiya verir. Necə müəllimdir? Reaktiv. Reaktiv. Ay, sağ, bəli. İndi baxaq. Yazmışdım. Müəllim fəaliyyət dəyişikliklərini təbii axarda həyata keçirir və şagird təşəbbüsünü dəstəkləyir. Əksini yazmışam bundan. Bəli. Bəli. Onun üçün dərs vaxtının səmərəli istifadəsini təmin edə bilmir. Çünki bu müəllim reaktiv müəllimdir. Əvvəlcədən planı yoxdur.
Ona görə də dərs vaxtını idarə edə bilmir. Vaxt itkisi olur. Çünki səs-küy var. Mən də başla ay uşaq sakit dur. Bir 2-3 dəqiqəm belə getdi. Birazdan yenə belə eləsəm 2-3 dəqiqəm belə getdi. Ona görə dərs vaxtımız da gedir. Getdik. 36. Sinif iclasları ilə bağlı verilən hansı fikir doğrudur? Mən yazmışdım. Belə iclaslar zamanı konfliktdə olan iki şagirdin dostluq etdiyi sinif yoldaşlarından problemin həlli yolunu soruşmaq tövsiyə edilmir. Çünki onlar öz dostlarının haqlı sayacaqlar da. Cümlə onu demir axı. Cümlə onu demir. Desəydi ki, onlardan kimin haqlı olub olmadığını soruşmaq, onlardan nə bilim dostlarını mühakimə etmək desəydi, siz deyəndi. Amma elə iclasın mahiyyəti buydu da və bu uşaqlar niyə yığılırdı o iclasa? Ona görə yığılırdılar ki, onlar da öz fikirlərini desinlər. Problem üçün həll yolları irəli sürsünlər. Amma burada deyir ki, soruşmaq tövsiyə edirəm. Əksinə soruşuruq. Siz onların yerində olsaydınız necə həll edərdiniz? Yəni bu cür deməli idi. Bu səhvdir. Mən cümlə səhv başa düşmüşəm. Aha. A variantı niyə olmur müəllimə? Yalnız xüsusi bir məsələ ortaya çıxdıqda təşkil Xüsusi edilə bir bilər. məsələ ortaya çıxdıqda təşkil edilə bilər. Xüsusi məsələ olmur. hə? Siz demişdiniz ki, hər deyəndə iclas, sinif iclası təşkil eləmək olmurdu. Xüsusi məsələ olanda olurdu. Təbii ki, hər konflikt üçün sinif iclası təşkil edilmir. Da onda bütün günümüz sinif iclaslarında keçilər də belə deyək. Amma burada xüsusi bir məsələ ortaya çıxdıqda, belə deyim də, xüsusi bir məsələni bizə gərək elə vurğulasın ki, bilək konfliktdir də. Konflikti vurğulamayıb axı, sinif iclası yalnız konflikt üçün lazımdır bizə. Ona görə konflikti vurğulamalıdır. Doğrunu istəyir. Məsələn, C. Şagirdlərdə fikirlərini konstruktiv şəkildə ifadə etmə bacarığı formalaşdıra bilər. Bəli, bu düzdür. Aydın oldu. 36-dan sonra Məndə yox. 41. sizdə 41. Tədris prosesi zamanı şagirdlərdən biri yoldaşının dərsi dinləməsinə mane olur. Müəllim həmin şagirdin partasının üzərinə müəyyən edilmiş rəngdə olan kart qoyur. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Mən yazmışdım, 41-ə B yazmışdım. Dərsin gedişə mane olmadan sinif gözləntiləri şagirdə xatırladır, amma qayda pozuntusuna müdaxilə edir, gəlib cavab. Mən düşündüm gözləntidir. biri yoldaşının dərsi dinləməsinə mane olur. Biz axı belə bir qaydalar qoyurduq. Bir-birimizi sona kimi dinləyək. Müəllim həmin şagirdin partasının üzərinə müəyyən edilmiş rəngdə kart qoyur. Müəllim dərsin gedişinə mane olmadan, bəli, müdaxilə etmədən, dərsi pozmadan qayda pozuntusuna müdaxilə edir ki, pozulmasın. Çünki qaydalar var idi da, bir-birimizi sona kimi dinləyək, bir-birimizin fikrinə hörmətlə yanaşaq. Burada da amma eləmir onu. A düz. 42-də. 42-yə baxaq. Müəllim dərsinin əvvəlində sinif qaydalarını şagirdlərlə birlikdə müəyyən edir, onları yazılı şəkildə təqdim edir və qayda pozuntularının nəticələrini əvvəlcədən açıqlayır. Bu yanaşmanın nəticələri ilə bağlı hansı fikir daha əsaslandırılmışdır? 42-yə mən A yazmışam, cavab gəlib C. Qaydalar əvvəlcədən elan olunması şagirdlərin davranışına dərhal və avtomatik müsbət təsir göstərir. Mən bunu yazmışdım. Dəhşət. Elə dərhal göstərər ki, güya ki, yəni qaydanı tərtib edən kimi hamısı olur bir mələk. Təbii ki, dərhal təsir etmir. Avtomatik təsir etmir. Müsbət təsir göstərmir, yəni həmin dəqiqə. Biz ona yeridənə qədər, yəni bizim uzun vaxtımızı alır. Ona görə A deyil. Aydın oldu, mən başa düşdüm. Bir də 44 var. 44. Yanlış fikri müəyyən edin. Mən yazmışam, E yazmışam, cavab gəlib D. Sinif iclasları müntəzəm şəkildə və ya xüsusi bir məsələ ilə bağlı ehtiyac yaranarsa təşkil edilə bilər. Mən burada deyir müntəzəm şəkildə, müntəzəm daimi demək istərdim ki, daimi olmur. Yəni tez-tez olmur deyə düşündüm. Ona görə səhv götürdüm.
Bir dəqiqə. Mənim gözləntilən anlaşmanı təmin etməkdir. Mənim qoymuş qaydalara əməl etməkdə şahidlər olmadı, ola bilər ki, bu düzdür. Bizdən yanlış istəyir də, C düzdür. Sinifdə rollu oyunlar təşkil etməklə şahidlərdə konflikt, bu da var idi, düzdür. Tədris il boyu müəyyən tapşırıqlar ortaya çıxdıqda şahidlərə yeni prosedurlar, bu da düzdür. Sinifin effektiv idarə edilməsində əsas məqam şagirdlərin müəllimin gözləntilərinə uyğunlaşmasını təmin etməkdir. Əsas məqam şagirdlərin müəllimin gözləntilərinə uyğunlaşmasını təmin etməkdir. Sinifin effektiv idarə edilməsi nə idi? Həm gözlənti, həm prosedur, həm qayda, sonra hətta daxil idi ora konflikt falan filan. D səhvdir, çünki burada ən çox götürüb ki, gözlənti. Vəssalam. Şagird müəllimin gözləntisinə uyğunlaşsın, bununla da sinif effektiv idarə ediləcək. Bu səhvdir. Sinif iclasları müntəzəm şəkildə və ya xüsusi bir məsələ ilə bağlı ehtiyac yaranarsa təşkil edilə bilər. Yazıb da ehtiyac yaranarsa. Müntəzəm şəkildə siz necə götürdünüz? Davamlı, yəni. Bəli, müəllimə. Zaten deyir də, yəni ehtiyac yaranarsa keçirmək lazımdır. Fikir doğrudur. 44-dən sonra Bitdi müəllimə burada. başqa nə vermişdik? Dan fəsil sınağı 4 də var. Deyin səhvinizi. 6 var məndə. 4. 4. Aha. Mövzu izah edildikdən sonra bütün şagirdlərə fikirlərini şifahi şəkildə ifadə etmələri tapşırılır. Cavablar üçün eyni vaxt limiti müəyyən edilir və fərqli təqdimat formalarına ehtiyac olmadığı vurğulanır. Daha sakit və düşünərək işləyən şagirdlər müzakirəyə qoşulmaqda çətinlik çəkirlər. Bununla belə dərsin girişi dəyişdirilmir. Verilmiş situasiya hansı pedaqoji yanaşmaya ziddir? Mən yazmışdım D variantı. Belə eləyək də, burada biz nə edirdik həmişə? Ziddir sözü varsa, deməli səhv birinci sualın özündədir. Burada nə deyir? Cavablar üçün eyni vaxt limiti müəyyən edilir və fərqli təqdimat formalarına ehtiyac olmadığı. Necə yəni? Bəs deyirdik axı, fərqli təqdimat forması olmalıdır. Müəllim də uşaqlara fərqli formada təqdim eləməlidir eyni mövzunu. Uşaq da mənə fərqli formada təqdim edə bilər. Yəni, buradadır səhv. Biz də ona uyğun cavab axtarırıq. Yəni, ona zid əslində necə etməli idi? A-ya baxaq. Tam cavab. Dərs zamanı bəzi şagirdlər mövzu üzrə şifahi fikir bildirir, digərləri yazılı qeydlər aparır, sonra da mövqelərini təqdim edir. İştirak formaları fərqli olsa da, hamısı qəbul olunur. Tam cavabımız. Getdik. 6 dediniz. Bəli, müəllim. Aşağıdakı hansı cavabda müəllimin planlamasında yanlışlıq olduğunu deyə bilərik? Mən heç bunu yazmamışam. Oxuyun. Müəllim dərs planına şagirdləri idraki cəhətdən fəallaşdıracaq strategiyalarda daxil edir. Eləyir də bu planlaşmaya. Aha, bəli. Müəllim tədris zamanı inklüzivliyi təmin etmək üçün mütəmadi olaraq planlamasına şagirdlərin fərdi xüsusiyyətlərini üzə çıxaran tapşırıqlar əlavə edir. Bu da doğrudur. Deməli, mənim tədris zamanı inklüzivliyi təmin etmək üçün mütəmadi olaraq, yəni həmişə planlamasına şagirdlərin fərdi xüsusiyyətlərini üzə çıxaran tapşırıqlar. Ancaq fərdi xüsusiyyətlərini üzə çıxaran, bəs onların akademik bilik bacarıqları, bəli, ehtiyacları, öyrənmə tərzləri, yəni çox şeylər var da. İmmunlu fərdi xüsusiyyət yazdığına görə yanlışdır. O bizlər bilməməli. Tamam. Getdik. Məndə 18 var. 17. 17. Aha. Müzakirə əsaslı dərs zamanı
Bəzi şagirdlər fikirlərini tez və açıq şəkildə ifadə edir, digərləri isə əvvəlcə dinləyib düşünməyi üstün tutur. Sinifdə fikir bildirərkən hər kəsə eyni dərəcədə vaxt ayrılır, cavablar bir-biri ilə müqayisə edilmir və heç bir fikir dərhal qiymətləndirilmir. Şagirdlər iştirak formasını özlərinə uyğun şəkildə seçirlər və zamanla daha passiv olanlar da müzakirəyə qoşulmağa başlayır. Verilmiş vəziyyətdə seçilən təlim strategiyasının nəticələrə təsirini ifadə edən variant hansıdır? Mən yazmışam, E yazmışdım. Müxtəlif iştirak formalarından istifadə etməklə dərsin dinamikliyinin artırılması. Cavab gəlir B. Deməli, burada nədir? Baxın, bəzi fikirlərini tez və açıq şəkildə ifadə edir. Zaten bəziləri dedikdə qavrama qabiliyyəti yüksək, bəziləri qavrama qabiliyyəti zəifdir. Burada onu deyir, bura kimi. Sinifdə fikir bildirərkən hər kəsə eyni dərəcədə vaxt ayrılır. Cavablar bir-biri ilə müqayisə edilmir. Heç bir fikir dərhal qiymətləndirilmir. Şagirdlər iştirak formasını özlərinə uyğun şəkildə seçirlər. Zamanla daha passiv olanlar da müzakirəyə qoşulmağa başlayırlar. Bizdən verilmiş vəziyyətdə seçilən təlim strategiyasının nəticəli təsirini ifadə edən variant hansıdır? Nə yazmışdınız? Nəysə, cavab yəni B-dir. Fərqli düşünmə və iştirak formalarının. Deyir də fərqli düşünmə. Fərqli düşünür də, biri tez düşünür, biri gec düşünür. Və iştirak formalarının. Bəziləri aktivdir, bəziləri passiv iştirak edir. Qəbul edilməsi hesabına şagirdlərin, yəni müəllim bunu qəbul edir də, görürsünüz nə deyir? Hər kəsə eyni dərəcədə vaxt ayrılır, bir-biri ilə müqayisə edir, uşaqların cavablarını bir-birinə müqayisə etmir, heç bir fikrə dərhal rəy vermirəm. Ona görə də şagirdlər nə edir? İştirak formasına özlərinə uyğun şəkildə seçirlər. Burada da onu deyir, şagirdlərin özünü ifadə ehtiyacının daxili motivasiyası ilə gücləndirilməsi. B düzdür. 17-dən sonra 18 dediniz. Bəli. Aşağıdakı situasiyaların hansında təlim prosesində pedaqoji baxımdan yanlış yanaşma müşahidə olunur? Mən yazmışam, deyib, tapşırıq verilərkən bəzi şagirdlər üçün əlavə izahatlar və sadələşdirilmiş nümunələr təqdim olunur, digərlərinə isə daha mürəkkəb tapşırıqlar təklif edilir. Təlim prosesi şagirdlərin ehtiyaclarına uyğun şəkildə yönləndirilir. Bizdən yanlış istəyirik. Siz belə belə qəşəng bir doğru cavab seçmisiniz. Tapşırığın icrasında şagirdlərin fərdi yanaşmaları təşviq edilir və proses diferensial xarakter daşıyır. Yekun qiymətləndirmə vahid ümumiləşdirilmiş meyarlar əsasında aparılır. Diferensial təlim. 1.45 dəqiqə. Yekun qiymətləndirmə summativdir. Aləmi qatıb da, yəni burada vahid ümumiləşdirilmiş meyarlar, vahid yəni 1 deməkdir. Bir dənə ümumiləşdirilmiş meyar ümumiyyətcə səhvdir, amma meyar da formativdə olur. Yəni bu cümlə bəli, yanlışdır. Məndə yoxdur. Getdi. Şəfqət xanım. Bitdi müəllimə, məndə burada yoxdur. MHM var idi. Bəli, MHM idi. Neçə idi MHM? 36. Deyil. Burada bir dənə 48-dir məndə. Sizdə? 48 mənə yoxdur. Yoxdur ora kimi? Tamam, 48. 48. Zeynəb düşünür ki, insanlar fərqlidir. Fərqli olmaları onların pis olması anlamına gəlməməlidir. Ona görə də hər bir insanın fikirlərinə dözümlü yanaşmalıyıq. Zeynəb bu düşüncəsi insanlara hansı mərhələyə uyğun gəlir? Mən yazmışdım dəyərləndirmə. Dəyərləndirmə adətən sinif yoldaşları, dostlarına aiddir. Bu ümumi insanlar haqqında düşünür. Dəqiqə qələmi götürək. Bu ümumi insanlar haqqında düşünür ki, insanlar fərqlidir.
Fərqli olmaları onların pis olması anlamına gəlməməlidir. Hətta bunu inklüzivlikdə deyildiyi insanlar hansısa nailiyyət və qabiliyyətinə görə qiymətləndirilməməlidir. Hər bir insan elə var olduğu üçün, insan olduğu üçün dəyərli olmalıdır. Ona görə də hər bir insan fikirlərinə dözümlü yanaşmalıyıq. Bu xarakterizə etmə. Ədalətli, obyektiv düşüncələr. Aydındırmı? Eşəməm, siz də ona dəyərləndirmə yazmışdınız. Bəli. Dediyim kimi, desəydi sinif yoldaşlarından, desəydi dostlarından, bu ümumi insanlar haqqında, bu ədalətlidir, bu hamı tanımadığı insanlar haqqında da bunu düşünür. Getdik. 59 var məndə. Yalan danışdığı üçün sinif yoldaşları tərəfindən ciddi təzyiqə məruz qalan Fuadı digər bir sinif yoldaşı Azər dəstəkləyir. Azər pis olmuş Fuadla söhbət zamanı deyir ki, hər kəs səhv edə bilər, heç kim bundan sığortalanmayıb. Əsas o səhvi başa düşüb təkrarlamamaqdır. Azərin bu fikirləri emosional intellekt nəzəriyyəsinə əsasən hansı mərhələyə uyğun gəlir? Mən D yazmışam. Azərin bu fikirləri. Siz nə yazmışsınız? D bəndə. Burada aləm qarışıb bir-birinə. Bu nə cavablardır? A, B, C-dir. Bəlkə də ona görə cavabınız. Nə düşünmüsünüz söz olaraq deyin? Özünü dərk və münasibətlərin idarə olunması. Özündəki və münasibətlərin idarə olunması. Deməli, sinif ciddi təzyiqə məruz qalan Fuadı digər sinif yoldaşı Azər dəstəkləyir. Azər pis olmuş Fuadla söhbət zamanı deyir ki, biz ucba buradan lazımdır da. Azər pis olmuş Fuadla söhbət zamanı deyir ki, hər kəs səhv edə bilər, heç kim bundan sığortalanmayıb. Əsas o səhvi başa düşüb təkrarlamamaqdır. Azərin bu fikirləri, bizə buradan lazım idi ki, görək Azərin düşüncələrindən danışırdı, nəyə aiddir? Siz münasibətlərin idarə olunmasını götürmüsünüz? Yox, o səhvdir. Münasibətləri götürmürük. Münasibətlər adətən qrup işinə aiddir. Orada sosial bacarıqlar var, nə bilim, ünsiyyət, əməkdaşlıq, liderlik, inandırıcılıq və s. Onu götürmürük. Həm də ki, burada sırf bizdən Azərin fikrini soruşur. Azər də nə deyib? Deyir ki, hər kəs səhv edə bilər, heç kim bundan sığortalanmayıb, əsas o səhvi başa düşüb təkrarlamamaqdır. Yəni, səhvimi başa düşüb. Niyə empatiya? Empatiya nə idi? Özünü onun yerinə qoymaq. Azər neyini özünü dərk etmək? Yox, bizdən Azər Fuada fikirlər bildirir də. İndi bizdən soruşur ki, Azər hansı düşüncədədir? Siz məsəl üçün münasibətlərin idarə olunması deyil, özün dərk var. Çünki deyir ki, hər kəs səhv edə bilər. Heç kim bundan sığortalanmayıb. Adam, yəni, məsələn, özü bu vəziyyətdə olsaydı, başa düşür ki, yəni, mən tutalım da, hər kəs səhv edə bilər, mən də edə bilərəm, öz hissini anlayar. Amma bu, Fuadı dəstəkləyirsə, bəli, empatiyadır, düz deyirsiniz. Yəni, deyir, mən səni anlayıram, hər kəs səhv edə bilər, heç kim bundan sığortalanmayıb. Əsas odur ki, insan səhvini başa düşsün və s. Empatiya düzdür. Prosta burada, daim bilməm, orada cavab nə çıxıb, burada aləm deyib bir-birinə. Belə, getdik. Məndə yox. 60 düzdür. Tamam. Edunu gələn dərs yoxlasaq olarmı? Çünki mən başqa dərsə girəcəm. Müəllimə tapşırığı deyin, qeyd edin də zəhmət olmasa. Tapşırığı deyək. Sizlə deməli biz nəyi bitirdik? Mövzu olaraq məndə son 2 mövzu qalıb. Müəllim, şagird, müəllim valideyn münasibəti, bir də bullying. Qalamsın keçmişik. O 5 dənə nəzəriyyə var, onu keçmişik. Onu müəllim keçmişik, Novruz bayramından əvvəl vermişdiniz. Belə. Tamam onda. Müəllim, şagird, müəllim valideyn münasibətləri səhifə 267. 100% düşür. Sonra bir də bullying qalıb. O da səhifə 277. O da 100% düşür. Sonra fəsil 5. MHM 37. Edudan neçə vermişdim? Edu 39'u yazmışdıq.
Edu 40 yazacaqsınız. Edu 40. Gələn dəfə amma yadıma salın 39-da yoxlayaq. Yaxşı? Tamam müəllim. Oldu. Sağ Oldu olun. mu? Sağ olun. Müəllimə sağ olun. Sağ olun.